Bugünkü mövzumuz dünya siyasi xəritəsi və regionlar olacaq. Bu gördüyümüz xəritədə dünyanın regionları təsvir olunmuşdur. Məsələn, Şimali Amerika regionuna iki dövlət daxildir. Şimali Amerika regionuna Kanada və Amerika Birləşmiş Ştatları daxildir. Yerdə qalan digər ərazilər isə Latın Amerikası ölkələrinə, yəni yaşıl rəngdə verilmiş ərazilər, Mərkəzi Amerika ölkələri, daha sonra Cənubi Amerika ölkələri, bunlar Latın Amerikası regionuna aid olunur. Bu regionlar haqqında indi daha dolğun məlumat verəcəm. Bu regionlar əsasən oxşar coğrafi əlamətlərə malik olan ərazilərdən təbii coğrafi regionlardır. Məsələn, təbii coğrafi regionlar deyəndə əsasən böyük dağlıq ərazilər, düzənlik ərazilər, meşə və yaxud da səhra təbii regionlarının əmələ gətirir. Yəni oxşar təbii şəraitə malik olan ərazilər bir region adı altında birləşirlər ki, bu regionlar da təbii coğrafi regionlar deyilir. Daha sonra regionlar orada məskunlaşmış əhalinin irqi, milli, dini tərkib baxımından da fərqlənə bilir. Bu fərqlilik isə tarixi regionların adlanır. Yer kürəsinin regionlara ayrılması iqtisadi coğrafi amillərin də böyük rolu var. İqtisadi coğrafi amillər, uşaqlar, bir ərazinin, bir dövlətin iqtisadi baxımdan nə qədər inkişaf etməsini və yaxud da ki, geri qalmasını səviyyəsinə görə qruplaşdırır. Dövlətlərin inkişaf səviyyəsini biz artıq gələn mövzumuzda keçəcəyik. Dünya siyasi xəritəsinin formalaşması, yəni bir gündə meydana gəlməmişdir. Bu siyasi xəritənin formalaşması uzun bir dövr ərzində yaranmışdır. Bu dövrlərdə 4 mərhələyə bölünür. Birincisi qədim dövr, sonra orta dövr, yeni dövr və ən yeni dövr mərhələsinə bölünür. Qədim dövr eramızın 5-ci əsrinə qədər davam etmişdir. Əsasən qədim dövrə aid olan qədim dövlətlərdir. Hansı ki, tarix fənnindən də məhz bu qədim dövlətlər haqqında məlumat keçmişsiniz. Məsələn, Misir, Karfagen, qədim Yunanıstan, Roma, həmçinin Hindistan, Çin kimi dövlətlər qədim dövrdə mövcud olmuşdur. Orta əsrlər dövründə əsasən feodal dövlətlər üstünlük təşkil edirdi. Kiyev, Bizans, Müqəddəs Roma, Portuqaliya, Osmanlı, İspaniya və digər dövlətlər. Yeni dövr mərhələsində isə əsasən böyük coğrafi kəşfləri əhatə edir. Yeni dövr mərhələsi. Bu dövr 1-ci Dünya müharibəsinin başlaması ilə sona çatmışdır. 1-ci Dünya müharibəsinin başlaması ilə isə ən yeni dövr yaranmışdır. Ən yeni dövrdə 4 mərhələyə bölünür. Bu mərhələlərdən sizə ən vacib olanları, məsələn, ən yeni dövrün 1-ci mərhələsində 1-ci Dünya müharibəsi və Rusiya oktyabr inqilabı baş vermişdir. Bunu yadınıza saxlayarsınız. Sonra 2-ci mərhələsində 2-ci Dünya müharibəsi, sosializm sistemi yarandı. Ən yeni dövrün 2-ci mərhələsində. 3-cü mərhələsində isə bu dövrdə müstəmləkə sistemi dağıldı. Ən yeni dövrün 3-cü mərhələsində məhz müstəmləkə sistemi dağıldı. Daha sonra SSR və Qərb ölkələri arasında sürətlə silahlanma və soyuq müharibə siyasəti həyata keçirildi. 4-cü mərhələdə isə SSR-nin dağılması bura aiddir və sosializmin dağılması da məhz ən yeni dövrün 4-cü mərhələsinə aiddir. Sosializmin yaranması ən yeni dövrün 2-ci mərhələsi, dağılması isə ən yeni dövrün 4-cü mərhələsini təşkil edir. Sonra Yuqoslaviya dövləti dağıldı, 6 yerə bölündü. Sonra Çexoslovakiya dövləti bölünərək 2 ölkəyə parçalandı və eləcə də hazırda dünyada olan 5 dənə sosialist dövlət məhz bu ən yeni dövrün 4-cü mərhələsində yaranmışdır. Bu dövlətlər hansılardır? Çin, Kuba, Vyetnam, Koreya Xalq Demokratik Respublikası və Laos dövlətləri sosialist dövlətlər sayılır. Yuqoslaviyanın parçalanması nəticəsində yaranan ölkələr Bosniya-Herseqovina, Serbiya, Xorvatiya, Sloveniya, Şimali Makedoniya və Montenegro və yaxud da Çernogoriyada deyilir. Montenegro sözünün mənası qara dağ mənasında işlənilir. Çexoslovakiya dövlətinin parçalanması nəticəsində isə əsasən Çexiya və Slovakiya dövlətləri yarandı. Bu dövlətlər Avropa dövlətləridir. Dünya siyasi xəritəsinin formalaşması,
Postsovet məkanı. Postsovet məkanı nə deməkdir? Yəni Sovet dövləti dağılandan sonra yaranan dövlətlər. Yaranan dövlətlərə hansıları aiddir? Məsələn, Azərbaycan, Belorusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan, Rusiya, Tacikistan, Türkmənistan, Ukrayna, Gürcüstan, Latviya, Litva və Estoniyada məhz postsovet məkanı dövlətlərinə daxil olunur. Siyasi xəritədə baş verən dəyişiklikləri iki yerə bölmüşdük. Kəmiyyət dəyişiklikləri və keyfiyyət dəyişiklikləri. Kəmiyyət dəyişiklikləri əsasən rəqəmlərlə bağlıdır. Bir dövlətin ərazisinin artması və azalması kəmiyyət dəyişikliklərinə misaldır. Məsələn, yeni ərazilərin kəşf olunması, müharibə nəticəsində ərazilərin zəbt edilməsi, ölkənin könüllü birləşməsi, parçalanması, torpaq güzəştləri, su hövzələrinin qurudulması. Bunlar kəmiyyət dəyişikliklərinə aiddir. Yəni, bu dövlətə hər hansısa bir torpaq birləşir və yaxud da ayrılır. Torpaq kəmiyyətində dəyişiklik olur. Keyfiyyət dəyişikliklərinə əsasən dövlətlərin idarə etmə formalarının dəyişməsi, inzibati ərazi quruluşunun dəyişməsi, dövlətlərarası ittifaqların, təşkilatların yaranması, təşkilata daxil olmaq, təşkilatdan çıxmaq. Bunların hamısı isə keyfiyyət dəyişikliklərinə aid olan dəyişikliklərdir. Hal-hazırda dünyada 230-dan çox ölkə vardır. Düzdür, bu ölkələrin bu qədər çox olması bizim dünya xəritəsində öyrənməyimizə biraz çətinlik yaradır. Ancaq bu ölkələri regionlara bölərək mən izahatını verəcəm. Sahəsinə görə dövlətlər iri dövlətlər, böyük dövlətlər, kiçik və mikro dövlətlərə bölünür. Coğrafi mövqeyinə görə ada dövlətləri, yarımada dövlətləri, dəniz sahili və materik daxili dövlətlərə bölünür. İnkişaf səviyyəsinə görə inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlərə bölünür. Bu dünyanın siyasi xəritəsidir. İndi gəlin biz bunu ayrı-ayrılıqda təhlil edək. Avropa regionunun xəritəsidir. Avropa regionu iki regiona bölünür. Yəni Avropa qitəsi iki regiona bölünür. Qərbi Avropa və Şərqi Avropa. Gəlin Qərbi Avropanın subregionlarına baxaq. Subregion regiondan daha balaca anlayışdır. Subregionlar, məsələn, Cənubi Avropanın subregionu verilmişdir. Burada hansı dövlətlər daxildir? Portuqaliya dövləti, Portuqaliyanın Atlantik okeanına çıxışı yoxdur. Paytaxtı Lissabon şəhəridir və Avropa qitəsinin, eləcə də Avrasiya qitəsinin qərbdə yerləşən ən ucqar nöqtəsi Roka burnu məhz Portuqaliya ərazisində yerləşir. Portuqaliya yalnız bir dövlət ilə quru sərhədinə malikdir ki, bu da İspaniya dövlətidir. İspaniyanın əsas hissəsi uşaqlar qərb yarımkürəsində yerləşir. Bax, bu gördüyümüz xətt Qrinviç meridianıdır. Qrinviç meridianından sağ hissədə qalan ərazilər şərq yarımkürəsi, solda qalan ərazilər isə adlanır qərb yarımkürəsi. İspaniyanın da dedik əsas hissəsi yerləşir məhz qərb yarımkürəsində. İspaniyanın paytaxtı Madrid şəhəridir. Madrid şəhəri də məhz üst dərəcə qərb uzunluğuna düşür. Yəni Madrid şəhəri də qərb yarımkürəsində yerləşir deyirik. Bu hissədə Piriney dağları var, bax bu hissədə. Piriney dağları, bu gördüyümüz yarımadanın ümumiyyətlə adı Piriney yarımadasıdır. Piriney dağları isə Fransa və İspaniya arasında təbii sərhəd rolunu oynayır. İspaniya ərazisində əsasən subtropik iqlimin Aralıq dənizi tipidir və subtropikin Aralıq dənizi tipində isə həmişə yaşıl codyarpaqlı meşələr təbii zonası yayılmışdır və bu təbii zonanın da altında qəhvəyi torpaqlar yayılmışdır. Ümumiyyətlə, bu İspaniyada aid olunur və bütün Cənubi Avropa ölkələrində deyə bilərik ki, məhz bu iqlim tipi, eləcə də landşaft, təbii zona yaranmışdır. Daha sonra İspaniya ərazisində, bax bu hissədə, cənub hissədə Cəbəl Tariq boğazı var. Cəbəl Tariq boğazı. Cəbəl Tariq boğazı həm Aralıq dənizi ilə, həm də Atlantik okeanı arasında bir sərhəd rolunu təşkil edir. Yəni Aralıq dənizi ilə Atlantik okeanını birləşdirir məhz Cəbəl Tariq boğazı. Eləcə də
Avropanı Afrika materikindən ayırır. Cəbəl Tarix boğazı. Daha sonra İspaniyaya məxsus adalardan burada Balear adalarını və Afrikaya məxsus olan Kanar adalarını misal göstərə bilərik ki, bu adalar İspaniya dövlətinə məxsus adalardır. Bu hissədə İspaniyanın şimal hissəsində, yəni İspaniya və Fransanın arasında Andorra dövləti yerləşir. Andorra dövləti cırtdan dövlətdir, ancaq anklav deyil. Çünki anklav dövlətlər o dövlətlərdir ki, yalnız bir ölkə ilə sərhəddi olsun. Bunlar anklav dövlətlərdir. Yəni bir ölkə ilə sərhədlənirsə, anklav dövlət adlanır. Andorra isə həm Fransa, həm də İspaniya dövləti ilə sərhədlənmişdir, cırtdan dövlətdir. Monako dövləti, Monako da Cənubi Avropa regionuna daxildir və Fransanın tərkibində olan cırtdan dövlətdir. Monakonun Aralıq dənizinə çıxışı var. İtaliya. İtaliya ümumilikdə əhatə eləyir Apenin yarımadasını. Apenin yarımadasını əhatə eləyir və İtaliyaya aid olan adalardan ən böyüklərindən Sardiniya və Siciliya adasının adını çəkə bilərik. İtaliyanın sərhəd olduğu dövlətlər Fransa ilə sərhəddi var. Sonra İsveçrə ilə sərhəddi var. Bu hissədən Avstriya ilə sərhəddi var. Macarıstan ilə sərhəddi yoxdur, Avstriya ilə sərhəddi var. Bu hissədən isə Sloveniya ilə sərhəddə malikdir. İtaliyada buzlaq mənşəli Qarda gölü yerləşir. İtaliya ilə İsveçin sərhədində Alp dağları yerləşir. Alp dağları Alp Himalay geosinklinal qurşağında yerləşir. Cavan dağdır. Ən hündür zirvəsi məhz Mont Blanc zirvəsidir. Daha sonra keçək Yuqoslaviyanın parçalanması nəticəsində yaranmış dövlətlərə. Bunlar Balkan yarımadasında yerləşir. Bu yarımada Balkan yarımadası adlanır. Sloveniya, Xorvatiya, Bosniya, Hersegovina, Serbiya, Makedoniya, Şimali Makedoniya, Albaniya və Yunanistan. Bu dövlətlər dedik Balkan yarımadasında yerləşir. Bu dövlətlərdən Serbiyanın və Makedoniyanın Dünya okeanına çıxışı yoxdur. Digər hamısının isə Dünya okeanına çıxışı olan dövlətlərdir. Krit adası Yunanistana məxsus olan bir adadır. Keçək uşaqlar. Orta Avropa regionuna. Orta Avropa regionundan ən böyük dövlətlərdən Fransanın adını çəkə bilərik. Fransanın paytaxtı Paris şəhəridir. Paris şəhərindən Sena çayı keçir və Sena çayının istiqaməti şimala doğru olur. Yəni şimala istiqamətlənmiş çaydır. Daha sonra Böyük Britaniyanın paytaxtı Londondur. Böyük Britaniyanın paytaxtından Temza çayı keçir və Böyük Britaniyanın paytaxtı London şəhəri 3 yarımkürədə yerləşən şəhərlərə daxil olur. Ümumiyyətlə, bax, bu hissədən Greenwich meridianı keçir. Greenwich meridianın keçdiyi ərazilər isə əsasən 3 yarımkürədə yerləşən ərazilərdir. Məsələn, Böyük Britaniyanın ərazisi, Fransanın ərazisi və bu hissədə dedik İspaniyanın ərazisi düşür 3 yarımkürədə yerləşən ərazilərə. Yəni bunlar 3 yarımkürədə yerləşən dövlətlərdir. Daha sonra burada Belçikanın, Lüksemburqun, Almaniyanın, İsveçrənin və Avstriyanın adını çəkə bilərik ki, bu dövlətlər də Orta Avropa dövlətlərinə aiddir. Eləcə də uşaqlar, burada Liechtenstein dövləti var. Bax bu hissədə. Liechtenstein cırtdan dövlətdir. Və o da Orta Avropa dövlətlərinə aiddir. Ada dövlətlərinə isə İrlandiya məhz Orta Avropaya aiddir. İrlandiyanın quru sərhədi adada yerləşsə də Böyük Britaniya ilə quru sərhəddə malikdir. Məhz bu hissədə İrlandiya dənizi yerləşir ki, İrlandiya adalar arası dəniz hesab olunur. Daha sonra bu hissədə Şimal dənizi yerləşir. Şimal dənizindən
neft ehtiyatı, neft-qaz ehtiyatı çıxarılır. Almaniyanın ərazisi həm geosinxronal qurşağa, cənub hissədən geosinxronal qurşağa düşür. Yəni burada cavan dağlar var, seysmik zona var. Şimal hissəsi isə Alman-Polşa platformasına düşür ki, məhz bu da qoca qədim platformalara daxil olur. Sonra Niderlandın ərazisi. Niderlandın ərazisi az bir hissəni təşkil edir. Niderland sözünün mənası aşağı torpaq mənasını verir. Ümumiyyətlə, Niderlanda aid olan relyef formalarına məhz polderlərin adını çəkə bilərik ki, dəniz dayazlıqlarının qurulması nəticəsində yeni torpaq sahələri əldə olunmuşdur. Bu polderlər əsasən ada dövlətlərinə, xırda ada dövlətlərinə aiddir. Məsələn, Niderlandın adını çəkə bilərik. Daha sonra Belçikanın adını çəkə bilərik. Belçika. Qələm yaxşı yazmır. Dedi, polderlərin yayıldığı dövlətlərdən Niderlandın, Belçikanın və Yaponiyanın adını çəkə bilərik ki, polderlərdən bu dövlətlərdə istifadə olunub. Bu gördüyümüz ada Korsika adasıdır. Korsika adası Fransaya məxsus olan bir adadır. Paytaxt şəhərlərə diqqət yetirirsiniz. Əzbərləsəniz lap yaxşı olar. Şimali Avropa ölkələrindən Skandinaviya yarımadasında yerləşən Norveç, İsveç və Finlandiyanı qeyd edə bilərik. Norveç, İsveç və Finlandiya əsasən bu üç dövləti bax bu hissədən şimal qütb dairəsi kəsir. Şimal qütb dairəsi kəsdiyinə görə məhz bu dövlətlər iki işıqlanma qurşağında yerləşir. Həm qütb işıqlanma qurşağında, həm də ki mülayim işıqlanma qurşağında yerləşirlər. Bu üç dənə dövlətin adını çəkdik. Həm Şərqi Avropa regionuna aiddir və iki işıqlanma qurşağında yerləşirlər. Norveçin paytaxtı Oslo şəhəridir. Oslo şəhərində, düzdür, şimalda yerləşsə də, Oslo şəhərində əsasən mülayim dəniz iqlim qurşağı bu ərazilərdə yayılmışdır. Bunun da səbəbi Şimali Atlantik cəryanıdır ki, Şimali Atlantik cəryanı isti cəryan olduğuna görə məhz Norveç sahillərindən keçir və həmin ərazilərin iqlimini isidir. Ona görə də Norveçin iqlimi məhz mülayim dəniz iqlim tipi Norveç ərazisində yayılmışdır. İsveç və Finlandiya ərazisində, ümumiyyətlə Norveç ərazisində də 4-cü dövr buzlaşmaya məruz qaldıqlarına görə həmin ərazilərdə buzlaq mənşəli relyef formaları üstünlük təşkil edir və buzlaq mənşəli göllərə də burada rast gəlmək olar. İsveç ərazisində Venerin və Veterin gölləri var ki, buzlaq mənşəli göldür. Finlandiya ərazisində isə Sayma və Inari gölləri var ki, bu göllər də buzlaq mənşəli göllərdir. Finlandiya dünyada göllər ölkəsi adlanır. Daha sonra Danimarka da Şimali Avropa ölkəsidir. Danimarka və Almaniya arasında bu hissədə, baxın bu hissədə Kil kanalı çəkilmişdir. Kil kanalı süni çəkilmiş bir kanaldır və Kil kanalı vasitəsilə Baltik dənizi ilə Şimal dənizi arasında kanal vasitəsilə qısa yol çəkilmişdir. Yəni Baltik və Şimal dənizi Kil kanalı vasitəsilə əlaqələndirilir. Kil kanalı olmasa belə, yəni Kil kanalından keçilməsə belə, Baltik dənizindən Şimal dənizinə keçmək üçün məhz bu yollardan istifadə etmək lazımdır. Burada isə bizim qarşımıza bu hissədə Zond boğazı çıxır və yaxud da Eresun boğazı deyirik buna. Sonra Kattegat boğazı və bu hissədə və Skagerrak boğazlarından keçərək Baltik dənizindən Şimal dənizinə getmək mümkündür. Sonra
Baltikyanı ölkələrdən Estoniya, Latviya və Litvanın adını çəkə bilərik. Baltik dənizinin sahillərində yerləşir. Əsasən Litvanın paytaxtı Riga şəhəridir və bu hissədə Riga körfəzi var. Riga körfəzinin sahillərində yerləşən ölkələrə Estoniya və Latviya aiddir. Litvanın paytaxtı isə Vilnius şəhəridir. Və Şimali Avropa ölkələrindən adada yerləşən daha bir ölkənin adı İslandiyadır. İslandiya ərazisi seysmik zonadır. Burada litosfer havalarının ayrılma sərhədi müşahidə olunur Thingvellir Milli Parkında. Thingvellir Milli Parkında Avrasiya və Şimali Amerika litosfer havalarının divergent sərhədi, yəni ayrılma sərhədi müşahidə olunur. İslandiya ərazisi seysmik zona olduğuna görə bu ərazilərdə qeyzerlərə və vulkanlara geniş rast gəlinir. Burada olan Hekla, Bardarbunga, Eyjafjallajökull vulkanlarının adını çəkmək olar. Eləcə də bu ərazidə geotermal enerjidən evlərin qızdırılmasında, tərəvəz bitkilərinin becərilməsində istifadə olunur. Dünyanın ən şimalda yerləşən paytaxt şəhəri məhz İslandiyanın paytaxtı olan Reykjavik şəhəridir. Dünyanın ən şimalda yerləşən paytaxt şəhəri məhz Reykjavik şəhəri hesab olunur. Bu xəritədə isə Şərqi Avropa ölkələri qeyd olunmuşdur. Şərqi Avropa ölkələrinin Polşanın Baltik dənizinə çıxışı var. Polşanın paytaxtı Varşava şəhəridir. Dedi Baltik dənizinə çıxışı var. Belarusiyanın dənizə çıxışı yoxdur, okeana çıxışı yoxdur. Paytaxtı Minsk şəhəridir. Belarusiyanın və Rusiya ilə sərhəddə malikdir. Həm Rusiya ilə Latviya və Litviya, eləcə Polşa və Ukrayna ilə sərhədə malikdir. Ancaq okeana çıxışı yox. Şərqi Avropada Qara dəniz sahillərində yerləşən ölkələrə Ukrayna, Rumıniya və Bolqarıstanı misal göstərə bilərik. Ukrayna ərazisi həm bu hissədən Azov dənizi ilə, həm də bu hissədə məhz Qara dənizlə sərhəddə yerləşir. Moldovanın heç bir dənizə və yaxud da okeana birbaşa çıxışı yoxdur. Sonra daxili ölkələrdə, materik daxili ölkələrdən burada Slovakiyanı, daha sonra Çexiyanı, Macarıstanı, Moldovanın özünü misal göstərmək olar. Çexiyanın paytaxtı Praqa şəhəridir və Praqa şəhəri dedik Şərqi Avropaya aid olunur. Eləcə də Çexiyada dünyaca məşhur olan Karlova Vary mineral bulağı vardır ki, məhz bu mineral bulağın tərkibi Azərbaycanda olan, Kəlbəcərdə olan isti su mineral bulağının tərkibi ilə demək olar ki, eynidir. Yəni bunları bir-birinə tərkibinə görə oxşadırlar. Çex-Slovakiya Respublikasının parçalanması nəticəsində yaranan iki dövlət, Çexiya və Slovakiya, məhz Şərqi Avropa dövlətləri hesab olunur. Mərkəzi Asiya regionu. Mərkəzi Asiya regionuna daxil olan dövlətlərdən Monqolistan və Tacikistan dövlətinin çıxmaq şərti ilə digərləri türk dövlətləri adlanırlar. Əsas bura aid olan dövlətlərdən Qazaxıstan iki qitədə yerləşir. Həm Avropa qitəsinə, bu hissəsi Avropa qitəsinə, əsas hissəsi isə Asiya qitəsinə düşür. Qazaxıstan paytaxtı Astana şəhəridir. Özbəkistan paytaxtı Daşkənd, Türkmənistan paytaxtı Aşqabad, Qırğızistan paytaxtı isə Bişkek şəhəridir. Qırğızistan ərazisinin 90% yüksək dağlıq qurşaqda yerləşir. Qazaxıstan, Özbəkistan və Türkmənistan ərazisində cavan platforma olan Turan platforması yerləşir. Turan platforması cavan platforma idi, məhz bu üç dövlətin ərazisinə düşür. Bir də uşaqlar, burada səhralardan Qara qum və Qızıl qum səhraları yayılmışdır ki, bu da Qazaxıstan, Özbəkistan və Türkmənistan ərazisinin bir hissəsinə aid olunur. Daha sonra
Özbəkistan ikiqat materik daxili ölkədir. Yəni Özbəkistanın qonşu olduğu heç bir dövlətin dünya okeanına çıxışı yoxdur. Ona görə də bu belə dövlətlər ikiqat materik daxili dövlətlər adlanır. Ümumiyyətlə Mərkəzi Asiyada yerləşən heç bir dövlətin birbaşa okeana çıxışı yoxdur. Ancaq Qazaxıstan və Türkmənistanın Xəzər dənizi vasitəsilə dolayı yollarla dünya okeanına çıxışı mövcuddur. Daha sonra şimaldan cənuba ölkələrin paytaxtlarını sırala desə, Türk dövlətlərinin birinci Astana, sonra Bişkek, sonra Daşkənd, sonra isə Aşqabad şəhərini götürmək olar. Düşənbə dedik, Tacikistan dedik ki, Türk dövləti deyildir. Qazaxıstanın ərazisinin düzdür dedik, dünya okeanına çıxışı yoxdur. Ancaq Qazaxıstan ərazisindən axan Tobol və İşim çaylarının dünya okeanına çıxışı var. Yəni Qazaxıstandan axan çaylar Şimal Buzlu Okean hövzəsinə aid olunur. Şərqi Asiya regionu. Şərqi Asiya regionu əsasən burada yerləşən sosialist dövlətlərdən Çinin və Şimali Koreyanın adını çəkə bilərik ki, bu dövlətlər sosialist dövlətlər qrupuna daxildir. Çinin paytaxtı Pekin şəhəridir. Pekin şəhəri platformada yerləşir. Ancaq bu hissə Çinin şərq hissəsi məhz geosinxronal qurşaqda yerləşir. Əhalinin də əsas hissəsi məhz şərqdə cəmləşmişdir. Bunun səbəbi həmin ərazilərin dənizə çıxışının olmasıdır. Cənubi Koreyanın paytaxtı Seul şəhəri, Şimali Koreyanın paytaxtı Pxenyan şəhəridir. Şimali Koreyanın Çin ilə sərhəddə var, ancaq Cənubi Koreyanın Çin ilə sərhəddi yoxdur. Daha sonra Yaponiya ərazisi. Yaponiya adaları dedik, adalar arxipelaqından ibarətdir. Ancaq ki, burada böyük olan adalardan məhz Hokkaido adasını, Honshu, Kyushu və Shikoku adalarının adını çəkə bilərik. Yaponiyanın bu hissəsi, şərq hissəsi Günəşli Yaponiya adlanır ki, bunun da səbəbi okeandan gələn gəmilərin məhz həmin limanlarda cəmləşməsidir ki, bu ərazilər Günəşli Yaponiya adlandırılır. Bu ada Saxalin adasıdır, Rusiyaya məxsusdur. Kuril adaları Rusiyaya məxsus olan adalardır. Rusiya dövləti Şimali Asiya regionuna daxildir. Daha sonra Çin ərazisində 3 iqlim qurşağı yaranmışdır. Subekvatorial iqlim, subtropik iqlim və mülayim iqlim tipləri burada rast gəlinir. Və Çinin ərazisini tropik xətti kəsir. Şimal tropiki Çinin ərazisini kəsdiyinə görə Çinin ərazisi 2 işıqlanma qurşağında yerləşir. Həm tropik, həm də mülayim işıqlanma qurşağına aid olunur. Cənub-Şərqi Asiya regionu. Cənub-Şərqi Asiya regionuna daxil olan dövlətlərdən ada dövlətindən Indoneziyanın adını çəkə bilərik. Indoneziyanın paytaxtı Cakarta şəhəridir. İndoneziya Sumatra adasını, Kalimantan adasını, daha sonra Yava adalarını və bir çox Sulawesi adasını və bir çox xırda adaları arxipelaqından ibarətdir. İndoneziya ada dövləti olsa da, quru sərhəddə bu hissədən Malayziya ilə quru sərhəddə malikdir. Məhz Kalimantan adasında və yaxud da buna Borneo adası deyilir. Bu adada 3 dövlət yerləşir. İndoneziya, Malayziya və bu hissədə Bruney dövləti yerləşir ki, bu dövlətlərin də adada yerləşməsinə baxmayaraq bir-biri ilə quru sərhəddi mövcuddur.